93 kvadrat metrdən ibarət 4 otağa düzəlmə, əla bir kvadrat və əla bir mərtəbədə. Xırdalan şəhərinin tam mərkəzində Kristal Abşeron bir yaşayış kompleksində təsadüfi tapılan bir kvadratura 93 kvadrat metr 4 otağa düzəlmə. Tam mərkəz 13 mərtəbəli binanın 10-cu mərtəbəsi və bütün əşyaları ilə birlikdə tam əşyalı evdən heç bir şey çıxmır. Gördüyümüz bütün əşyalar hər biri qalır. Kvadratura bir daha gedirəm 93 kvadrat metr 4 otağa düzəlib əla şəkildə və tam əşyalı və səliqəli təmirli. Bugünkü gün 1 manat belə xərc tələb etmir. Bina 13 mərtəbədən ibarətdir, mənzil yerləşir 10-cu mərtəbədə. Və davam edirik mənzilin digər hissələri ilə. Evimizin əsas giriş qapısıdır. Girişdən daxil olduq, solda belə bir qarderobludur. Geniş dəhliz hissəsi var. Baxın, belə bir gözəl genişlikdə dəhlizimizdir. Qonaq otağını sizlərə təqdim etmişəm bu qapıda. Burada böyük bir yataq otağımızdır. Baxın, bu gözəl, işıqlı, əla, təmirli və əşyalı. Qeyd etdiyim kimi tam əşyaları ilə birlikdə satılır. Bütün əşyalar hamısı mənzildə qalacaq. Sağ tərəfdən 2 yataq otağımız var. Düzəlmə otaqlar hesab olunur bunlar. Bir-birinin daxilində. Burada belə bir yataq. Qeyd etdiyim kimi tam əşyalı. Evdən yalnız yaxşı əşyalar götürülür. Sanuzel qovşağımız da bu hissədədir. Xırdalan şəhərinin tam mərkəzi Kristal Abşeron bir yaşayış kompleksində yerləşir mənzilimiz. Mənzilimiz tam olaraq fərqli bir təmirdir. Yəni şəxsi istifadə üçün təmir olunub, şirkət təmiri deyil, dəyərli izləyicilərim. Görən kimi özünüz də bilirsiniz. Kupçalı mənzildir. Burada sanuzel qovşağıdır. Hamam otağı və sanuzel qovşağı ayrı-ayrılıqdadır. Mətbəximizdir. Mətbəx mebeli quraşdırılıb boya-boy və mətbəxdən də eyvana çıxış var. Burada da eyvan hissəsidir. Eyvanda da quraşdırılıb təbii ki kombi, qaz sayğacı. Qeyd etdiyim kimi kupçalı mənzildir. Dəyərli izləyicilər, Kristal Abşeron 1 Xırdalan şəhərinin tam mərkəzi, bina tam yaşayışlı, bütün kommunallar fasiləsiz olaraq verilir. 13 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. 2 ədəd sürətli lifti var. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bugünə bu qədər.